Rafinha El Clasico maçında iştirak etməyəcək. Futbolçunun zədəsi hələ ki davam edir. Bilirsiniz ki, dünən Lamine Yamal Real Madrid ünvanına belə bir fikirlər səsləndirib ki, Real Madrid həmişə oyunları alıb satır, amma yenə də narazıdırlar. Bu fikirlər Real Madrid azarkeşləri tərəfindən heç də xoş qarşılanmayıb və oyun zamanı Lamine Yamalı azarkeşlər fitə basmağı planlaşdırır. Bundan başqa Real Madrid futbolçuları bu sözlərə çox əsəbidirlər və bütün futbolçuların adından Dani Carvajal Lamine Yamal'la oyundan öncə çox ciddi söhbət etməyi planlaşdırır. Atletico Madrid River Plate'dən Lautaro Rivero ilə maraqlanır. Diego Simeone bu futbolçunu çox bəyənir. Ola bilsin ki, növbəti mövsüm o artıq Atletico Madriddə çıxış etsin. Nick Woltemade nə vaxtsa Bayern München heyətində çıxış etmək arzusunda olduğunu dilə gətirib. Yeri gəlmişkən Bayern München agenti gələn mövsüm artıq azad agent olacaq. Mark Yehi'nin agenti ilə görüşüb və müəyyən məsələləri müzakirə ediblər. Tottenham və Newcastle Piero Kalilu ilə maraqlanmağa başlayıblar. Chelsea ola bilsin ki, yanvar ayında Mark-Andre ter Stegen'i icarə əsasında heyətinə qatsın.